Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF. Bugün sizinle birlikte yeniden hesap tanıtım videosuyla beraberlik dostlar. Hesabımı aldıklarımdan haberiniz yok idi ve birçok yeni abunəçimdə, yəni hardasa bir 100-dən 200-dən çox insan mənə deyir ki, abi hesabı göstər də, tam aydın və dərin bir şəkildə hesabı bizə göstər. Mən də buna görə istəyirəm ki, sizə öz gözəl hesabımı tanıtım. Videoyu bəyənib kanala abunə olmağı və gözəl yorumlar yazmağı unutmayın. İlk növbədə hesabım görünüşü bu şəkildədir. Hesabın görünüşü 61 səviyyə. Yəni burada Prime 5. Prime 5 yəni option hesaba nə qədər elmas vurmuşam onu göstərək. Buradan göstərirdi Prime haqqında bilgi. 48654 elmas vurmuşam hesaba. Burada hesablasan nə qədər eləyir hə? Bir dəqiqə dayan. Hardasa bir ne bileyim ya, Garena'nı option doyuzdurmuşam da, ama azdı da, yok o kadar da yok, ama yine de az değil de, yani çoxdur. Option 61 səviyyəyəm, kahraman 4-əm, 13 dəfə kahramana çıxmışam, 5 dəfə ustaya çıxmışam. Burada H dərəcəlidə 10 dəfə kahraman olmuşam, 4 dəfə də usta olmuşam. Ondan sonra kimlik kopyalandı. Bu neysə. İndi keçək kassaya baxaq, paltarlarımıza. Bunu olsa hamı bilir də, yəni buna ehtiyac yoxdur deməyə. Bu var. Bu var. Bunu mistikdən almışam. Ondan sonra bu sihirli küpdən almışam. Bu da old köynəklərdəndir. Amma yenə də var da, yəni amma çox da old deyil. Bunu birinci boya pasdan almışam. Boya pasa, iltipas yox. Bu yeni iltipastır. Bu da ondan sonra yeni boya paslardandır. Bunlar etkinliğinde gelen kostyumda gözlüğünü göstərəm sizlərə. Ondan sonra başqa deməli bu da boya pastır. Ya bunlar nə interesi şeydir belə. Bir dəqiqə sistemi səhv saldım mən. Ondan sonra bu da boya pastır. Ondan sonra bu da boya pastır. Bu da boya pastı. Bunun şalvarı biraz interesi şalvardı ve qəşəng bir şalvardı. Bu da boya pastı. Bu da bu da ondan sonra çok var da o pişi. Hesapta bir 200 kasası var. Ama az da yine de 200 kasa mənə görə. Çox az həm də. Bu da alacaq karanlıq. Yo, alacaq karanlıqdır. Kazlı kazak. Ondan sonra bu da qurbağa boya paslarından biridir. Ondan sonra başka bu da var. Bunu da almışdım. Bu da boya pastır. Bu da sihirli küp əfsanəvi paltarlarından biridir. O qədər də qəşəng deyil, amma sırf əfsanəvi paltar olduğu üçün almışdım. Bu da sihirli küpə gələn old paltarlardandır. Ondan sonra bax, bunun saçı mənim çox xoşuma gəldiyi üçün almışdım, amma belə bədəni falan, yəni istifadəyə yararsızdır. Sadəcə saçı olduğu üçün almışdım. Ondan sonra bu nə, ay bilək, şalvar yenə bağa girdi. Bax, bu iltipasdır dostlar. Bunu ilk dəfə elmas xərcləmə videomda almışdım. Yəni mənim köhnə takipçilərim bilər bunu. Yəni bu da bu hesabda durur, narahat olmayın. İndi harda qalmışdıq? Bu da iltipasdır. Bu axırıncı verilən pulsuz iltipasdır. Axırıncı verilmişdi, Axırıncı verilən iltipaslardandır. Ondan sonra bu da sihirli küp paltarlar, ən qəşəng sihirli küp paltarlarından biridir. Çox insan bundan istifadə eləyir. Ondan sonra bu da FF jetonu ilə alınan bir şey idi deyəsən. Yox, bu da sihirli küp idi. İndi yadıma düşdü. Bu da çox old bir elmaslı otomat paltardır. Bunu da sihirli küpə gətirmişdilər. Bunu da almışdım. Ondan sonra bunlar kahraman sezon köynəkləridir. Bəziləri də sadəcə olaraq şeydir, etkinlikdə almışdım. Bunu da məsəl üçün Ramazan etkinliyində almışdım, səhv eləmirəmsə. Bu kahraman köynəkləri, klassik kahraman köynəkləri. Bu da deyəsə altın otomata gəlmişdi. Bu indi yadıma düşdü. Ondan sonra başqa. Bax, bu da o vaxtların
Məsələn Ateliyeyə gəlmişdi. Oldu oyunçular bilir. Ateliyeyə gəlmişdi. Bunu sonradan sihirli küpə gətirdilər. Məsələn saçı falan çox qəşəngdir. Köynəyi də istifadə etmək olar. Ona görə də almışdım bunda. Bu da çox gözəl, xoşuma gələn paltarlardan idi. Amma 2018-də hardasa bir bunu o qədər istəmişdim ki, yəni almağa da pul çatmırdı. Ona görə də nə bilim ya, çox pis olmuşdum ya, amma bu paltar sihirli küpə gətirməkləri yaxşı oldu. Məsələn, arada oynayanda istifadə edirəm. Çox dizayn izadı çox qəşəng paltardır. Hə. Bu nədir? Bunu da deyəsən hansısa qış diyarı etkinliyində vermişlər. Bu qış diyarı hansı etkinlikdə? 2021-də deyəsən almışam. Yox, 21 yox ha. 21 deyirəm, heç çarxdım. Bu kahraman köynəklərin keçdiyi, ondan sonra bu da var. Bu biraz uzun video olacaq dostlar, çünki çox kassa var. Bunlar ondan sonra baxın bunda sihirli küpə gətirmişdilər. Bu da klassik bədəndir. Bunun yığmasının hamısı var məndə. Bu da var. Görürsüz, yəni bədən falan. Ondan sonra bunu göstərdim. Bunun tam bədəni yoxdur. Hər şeyi var. Bir dənə kaskı yoxdur. Bu da ki, bu onsuz o bəy kostyum setlərindəndir. Bu da bunda şeydir. Deyəsən Eltipasın axırında olan sandıqdan çıxırdı. Bunu da çıxartmışdım o vaxtı. Bu tekvando setidir. Bunun sadəcə köynəyi var məndə. Bu bir dəqiqə, bunun tam set olmalı idi məndə. Hər nəysə, bu da klassik köynəklərdir, yəni bunlar hər sezon verilən şeylərdir. Amma bu deyəsən hər sezon yox. Bunu deyəsən hansısa vaxt almışdım, nə etkinlikdən yadıma düşmür. Futbol etkinliyi idi, nə etkinliyi idi. Bunlar paslardan verilən köynəkdir. Məsələn, bu futbolka da çox gözəldir. Mən bunu da arada istifadə edirəm. Bunlar da klassik köynəklərdir. Bu da var imiş məndə. İndi görürəm bunda. İndi keçək ifadələrə. İfadələr çox 38 dənə ifadə var. Məsəl üçün bu pasdır. Bu mistik mağazadan almışam. Çox gözəl ifadələrdəndir. Bu bizim əfsanəviz Qrozamızın ifadəsidir. Bu trap etkinliyidir. Bunu 100 elmas vurub almışam. Ondan sonra bu ən bahalı ifadələrdən biridir demək olar ki. Bu da 8000 başarım puanına çatanda verir. Bu da Prime 5, Prime 4 olanda verir, amma məndə Prime 5 yazılıb üstünə. Bu da Mystic'dən aldığım sevdiyim ifadələrdən biridir. Bunu da sevdiyim ifadələrdən biridir. Bunu Videoland 2023'də almışdım. Bu da klasik diz söymə ifadəsidir. Deyəsən Eltipasdan almışdım. Bu hal-hazırki pasın ifadəsidir. Boya pasın ifadəsi. Bu da boya pastı. Ondan sonra bu da boya pastı. Bu da boya pastı. Bu da ilk. Bu da deməkdən dilim qurudu. Bu da yenə bu da dedim ya. Bu ilk boya pasın ifadə alan versiyasıydı. Bu da çılgın gitar. Bunu haçan almışdım mən. Bunu bir dənə etkinlikdən vermişlər. Bu zombidir. Bu paradoksdur. Bu sambadır. Bunu da bir dənə etkinlikdə vermiş. Bunu 100 elmas vurub almışdım. Bu indi yadıma düşdü. Bu da bilmədim, yıl dönümü kutlamasında almışdım. Balon dansı. Bu da biraz qəşəng. Bu altında otomatlı olan ifadələrdən idi. Fırtınalı yüksəliş. Yəni klassik ifadələr, xeyli ifadə var. Baxın, bu çox köhnə ifadədir. Bu da Eltipas ifadələrindən biridir. Eltipasın axırında olan sandıqdan çıxan ifadədir. Poz yoxdur. Yetenek görünümü. Yetenek görünümü məndə bu var. Bir də şey var məndə. Baxın, bu Skyler'in görünümü var, amma bunu atanda adamı görə bilmirəm dostlar. Ona görə də bunu istifadə edirəm. Çantalar baxımında məndə 64 dənə çanta deseni var. Bu ən sevdiklərimdəndir. Bu da bilmirəm haçan almışdım, amma çox gözəl idi bu. Bu şeydə hiper kitabın içində almışdım. 11 min elmas xərclədiyim videoda almışdım bunda. Bunlar nə qədərdir ay qardaşım. Hamısının abizinavatını vermək çox çətin məsələdir.
Bunlar pasdır, yəni bu deyəsən pas deyil, yox. Hə, bunlar nə? Bunlar nə qədər santam var imiş? Birinci dəfə gördüklərim də var. Bunlar, bu da hə pas idi. İndi yadıma düşdü. Pas, 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 pas. Ya bu əjdaha etkinliyindən almışdım bunda. Çox gözəl çantaydı. Bu da pastı, bu da pastı, bu da pastı, pas. Bu klan jeton etkinliyindən almışdım bunu da. Bunu da bir dənə etkinlikdən almışdım. Hə, bunu bir dənə mistikdən almışdım bunda. Çox istifadə etdiyim çantalardan idi, amma biraz istifadə eləmirəm axır vaxtlar. Bu da Eltipas idi. Eltipasa boya pas yox. Hə, bu da 5-ci il dönümünə aid vermişdilər. Bu da ki Eltipasdır. Bu da BTS-dir. Yəni bunu istifadə eləsəm mənə pis baxarsınız. Hə, bu kutlama kafatası, bu bilmirəm. Bundakı qırmızı FF jetonuna gətirmişdilər. Ondan almışam. Bu da FF jetonudur. Bu məsəl üçün burada ən köhnələr göstərilməzsə, ən köhnələrindən məsəl üçün bu var. Bax bu əvvəllərin köhnələrin çantanı idi. Bu vapşı köhnə çanta idi. Ayxan Aygünün çiynində olurdu bu çanta o vaxtların. Eski Ayxan abimiz bu çantadan istifadə edirdi. Ona görə arada bərdə mən də bu çantadan istifadə edirəm. Hə, ölüm sandıqlardakı klassik ölüm sandıqlardır, yəni çox şeylər yoxdur. Pas, 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 pas. Pasdır bunlar da. Hə. Bunu da 9 elmasa çevirib almışdım. Bir dənə şans otomatında. Bəxtəbəxt bu çıxmışdı. Bu FF jetonudur. Bu da ki hamıda olan bir şeydir. Bu klan etkinliyi, klan jetonları ilə almışdım bunda. Hə. Bu da keçək paraşütlərə də ki, bunu sevgililər günündə almışdım. Sevgililər gününə özəl çarx gətirmişdilər. 50 dənə jeton aldım bunu. Hə, bu da ki fırtına yüksəlişi yılı, yəni hal-hazırki 2025 etkinliyində verilən paraşütdür. Bu 2024-də verilən paraşütlərdəndir. Ondan sonra gök qanat paraşütlər, yəni klassik paraşütlərdir dostlar. Göstərim belə etsiniz, açılsın. 48 dənə paraşütüm var. Paraşüt vermir ya oyun. Hə. Amma mən ən yeni bundan istifadə edirəm. Kaykaylar baxımından mən ən sevdiyim 3 kaykay budur. Bax bu, ondan sonra bu üçünü çox sevirəm mən. Hə. Kaykaylar yəni klassik kaykaylardır. Məsəl üçün, baxın hamısı etkinliklər, pasın kaykaylardır. Bəziləri də 100 elmas puluna bağlananlardandır. Məsəl üçün bu pulsuz verilib. Bu pulsuz verilib, bunlar pulsuz verilib. Bunu 100 elmas vurub almış. Yox, bu da pulsuzdur. Hə. Ondan sonra bu da paslı oldu. Pasın axırında olurdu. Bu da pasın axırında oldu. Elti pasın axırında. Ha. Bu da boya pası. Bunu elmas vurub almışam. Ha. İndi deməli bu BTS-dir. Bunlar da yəni klassik destansı kaykaylardır. Bunlar da adi dandik, nə bilim, kolleksiya olsun deyin. Bura qoyulan kaykaylardandır. Alaca karanlığın sonu. Ha, hər nəysə biz 8-ci il dönümü işıldayan kaykayımızı kuşanaq. Maşın mənasına gələndə dostlar, mənim 4 dənə əfsanəvi maşın desenim var. Yəni sport maşın desenim var. Hə, biri Lamborghini kırmızı Veneno, biri siyah Veneno, əfsanələrdir. Bir də ki Aventador Ultimate Boya. Qəşəng bir Lamborghini desenidir. Yəni bunlar da ki etkinliklərdə verilən pulsuz maşın isimləridir. Amma əsas bahalı bunlardır. Yəni bu hesabın dəyərini artırar məncə. Çünki çox insan bu qırmızı Lamborghini desenini çox istəyir. Hə, bunlar da ki, yəni Sayonara boy mənim ən dəyərli motosikletlərimdən biridir. Ondan sonra bunlar pulsuz verilir. Bu 4 bir yəni bu şeylə alınıbdı, jetonla alınıbdı. Bu pulsuz verilir. Bundakı mən özüm şeydir, elmas bunu gizli almışam da, bunu indi videoda deyə bilmərəm. Hə. Bunlar yəni klassik motosiklet etkinliyi var. Bu Eltipasdan almışdım bunu. Eltipasın axırındakı sandıqdan çıxmışdı. O vaxtlarım çox gözəl idi. Üzrlə sayın, biraz xəstəyəm. Hə, bunlar yəni nə bilim, elə belə şeylərdir bunlar. Hə, canavar kamyon, mən Kuzey Işıq canavar kamyonundan istifadə edirəm. Bunlar da ki, yəni klassik 5-ci il dönümü. Bu da şeydə olur, altında otomatda olur. Bu da ki bir dənə boya etkinliyindən almışdım. Hə, bunlar məsəl üçün ən çox istifadə etdiyim budur. Bir də bu da çox gözəldir. Bir də budur mənim ki əsas favorim.
Bu da yani gizli vurulub almış bir şeydir. Bunlar da ki yani görürsünüz də məsəl üçün bunlar da etkinlikdən alınmış şeylər. Yəni geydirmə bir şeylərdir. Əsas mənə vacib olan bunlardır. Bu elə belə şey deyil. Hə. Bunlara gələndə mən bundan istifadə edirəm. Bunu hansısa deyəsən e-spor vaxtında e-spor etkinliyində pulsuz vermişdi oyun bunu bizə. Bundakı bilirsiniz də, yəni çox adam bunu bilir. Bunlardakı elə belə yəni kolleksiyada bunun qəşəng desenlərindən biri yoxdur məndə. Amma bunun var, bunun var. Hə. Meyvə satan maşınımızdakı buna mən meyvə satan maşın deyirəm. Hə. Bunun 3 dənə təkərindən belə nə bilim elə pişiyin ayağının şəkli çıxır, bilmirəm, nəsə belə bir şeydir. Bunu da o vaxtı gizli bir taktiklə almışdım. Onu deyə bilmərəm indi videoda. Hə. Profil 7 dənə, 7 dənə pinimiz var. Hələ silahlar durur. 7 dənə pin mən bunları istifadə edirəm. Əfsanəvi pinim var, amma bu əfsanəvi pindən də sıxıldım. Dedilər ay qaqa çıxar deyə bu pini. Daha nə edirsən? Hə. Bu da Naruto savaş kartıdır. Bir dənə Naruto etkinliyində vermişlər bunu. Hə, Naruto savaş kartıdakı o vaxtlarım savaş kartını bəzəmək üçün istifadə olunurdu. İndi təzə bir dənə savaş kartı verirlər. Onu da alacağam inşallah. Hə. Yəni klassik bunlardakı göstərməyə 258 dənə Evo silahımız var. Evo silahı deyirəm ya, hala şeydir. Evo yüksəltmə jetonu. 58 sirli 5 bu. Görürsüz nə, yəni hər şey göz qabağındadır. Ondan sonra keçək silahlara indi. Əsas söhbət silahlardır qardaşım. Hə. Silahlara gələndə məsəl üçün mən buradan bir göstərəcəm çünki o çox gec alınacaq. Hə. Bu dəqiq video neçə dəqiqəsi getdi? Neyse dostlar, videomuz bu kadar idi. Videoyu beğenip kanala abone olmayı unutmayın. Sağ olun, gələn videolarımızda görüşənə dək. Çünki şey dostlar, silah hamısını bir videoya sığışdıra bilməyəcəm. Hə, silahları da ikinci bölümdə göstərəcəm. Sağ olun, gələn videolarımızda görüşənə dək.